Salam, əziz və hörmətli dostlar, xoş gördük. Umaram ki, yaxşısınız. Sizə can sağlığı arzuluram. Yenə də bir ayrı gün fürsət oldu, bir səfər kitabdan oxuyaq. Kitabımızın adı Sümürgəçinin portresi və sümürgələşdirənin portresidir. Bu Fransa'dan çevrilibdir Türkçəyə. Türkiyədə çap olubdur, Latin əlifba ilə yazılıbdır. Mən bu günlərə 30-cu dərsdir ki, bundan oxuram və biz 63-cü səhifəyə yetişmişik. Yap başdan başlayırıq bu günləri. Dostlar, çox dərin kitabdır. Bunu nəqd eləməyə, vaqəən deyim, hər cümləsini nəqd eləmək, açıqlamaq lazımdır. Və biz Azərbaycan milləti, türklər, mütəəssifanə bu kitabı oxumamışıq, bilməmişik, onun üstündə dalıya qalmışıq. Yəni, hər nə qədər gec bu kitabı oxusaq, o qədər gec qavramları düşünəcəyik və o qədər gec özümüzə gələcəyik. Kitabı yazan Albert Memmidir, Tuneslidir. Özü bu doğularkən Tunesdə, Tunes özü Fransa'nın müstəmirəsi imiş. Gedibdir, sonralar Fransa'da doktora alıbdır və məmləkətinə qeydən zaman məmləkətdə inqilab imiş istemarın əleyhinə, sümürgəçilərin əleyhinə. Bu da o zaman bir kitab yazıbdır. Bu kitabı da biz oxuruq. Bu kitab geçən 60 ildə heç olmasa bir 100-ə yaxın məmləkətin istiqlalına səbəb olubdur. Yəni, insanlar bunu oxuduqca öz durumlarını düşünüblər. İranda bu tərcümə olubdur. Sehri istemargər, sehri istemarzədi adı ilə Humanatik tərcümə edibdir. Çox pis əl aparıblar kitaba və ona görə də bu kitab 4 dəfə İranda farsça dilində çap olandan sonra 40 min cild bundan satılandan sonra heç kəs İranda istemar nədir onu düşünməyibdir. Mənim yadıma gəlir, biz inqilab zamanında uşaq idik, bəhs olurdu istemar, müstəmirə filan. Amma hamı, məsələn, heç kəs özünü düşünmürdü. Hamı, məsələn, o birisi məmləkətləri düşürdü. Bu da istemarın bir parçasıdır. O zaman ki, bizim beynimiz istemar oldu, müstəmirə oldu, özgələrin düşüncələrinə, özgələrin mənfəətinə biz sümürgə olduq beynimiz. Onda özümüzü görməyəcək, özgələrin mənfəətini, özgələrin qazancına daimən düşünəcəyik. Mütəəssifanə bu günləri Azərbaycan dediyimiz yerdə, Qəşqayistanda, türklər hər yerdəki vardılar, türkəmənlər. Bizlər çoxumuz farsları və İranı düşünürük, ta türkləri və türklüğü. Hər nə qədər ki, bir adam çox bunlara görə danışır, çox fars danışır, fars yazır, çox İrançılıq eləyir, farsçılıq eləyir, bunlar o qədər dərin beyinləri yıxanıbdır. Hər halda 60-cı səhifədən başlayaq, görək ki, Albert Memmi nə deyir? Deyir ki, yeni gəlmiş ürkək və alçaq gönüllü bir çox göçmənin birdən-birə şaşırtıcı bir unvan sahibi olaraq kendilerini belə şaşırtan bir prestijlə tanınmamış kişiliklərinin aydınlandığını çox görürəm. Deyir ki, bu adam özünün təcrübəsini orada yazır, yəni Tunesdə yazır. Deyir ki, onlar ki, sümürgəçidirlər. Sümürgəçilər bir dediyək kimdir? İranda misal vursaq, o adamlar ki, dövlətə işdirlər. Süpürgəçidən tutdu ta rəhbərəcə. Müəllimlər, ustad danışqahlar, şəhridarlar, ustandarlar, fərmandarlar, bahdə işləyən, bimaristanlarda işləyən, bunlar hamısı ki, dövlətə işləyirlər, ya bir cürə o dövlətə bağlıdırlar. Ya farslara bağlıdırlar, bu da mühümdür. Farslara bağlı olan şirkətlər. Farslar anadan doğulandan sümürgəçidirlər, ta ölünə qədər. Və o birisi insanlar da ki, farsların şirkətlərində işləyirlər, ya dövlətinə işləyirlər, onlar da sümürgəçi hesab olurlar. İndi bunların bəzisi taza istihdam olur, taza işə alınır, ya taza məmuriyyət verilir. Məsələn, get Əl-Əhvaza, ya get Azərbaycana, ya get Türkəmən Səhraya, get onlara. Bu yeni gəlmiş bu adam. Yeni gəlmiş ürkərək. Ürkmək bir cürə qorxmaq.
Amma çox qorxu deyil, dərin qorxu deyil. Bu biraz ürkül də, biraz bilmirəm, çəkinir. Ürkmək, çəkinmək. Ürkmək məmulən heyvanlardadır. Məsələn, bir dənə deyək ki, dayıça var, ya bir day var, ya bir at var. Siz ona yaxşanda o sizdən ürkür, qaçır, tanımır. Ürkür, qaçır biraz. Ona deyirlər ki, bu ürkmək. Deyir ki, bu taza gələnlər ürkərək və alçaq gönüllü olaraq bir çox kişi gördüm ki, həm ülkürlər, həm də alçaq gönüllüdürlər. Alçaq gönüllü, yəni şikəstə nəfsi deyirlər farsça ha. O şikəstə nəfsili, alçaq gönüllü. Çox gözəl sözdür bu. O şikəstə nəfsin yerinə daha yaxçıdır bu. Türkçədə əlbəttə ki, türkçədir. Alçaq gönüllü bir çox göçmən. Göçmən dediği adamlar ki, köçüblər. Onlar birdən-birə deyir, mən görmüşəm ki, çox adamlar birdən-birə o köçənlər gəliblər bura, savadları yox, ya azdır savadları. Bunlar birdən-birə, məsələn, İranın, baxın, diqqət eləyin, İranda bir dənə indi brainwash sistem gedir, bu xaricidən gəlir. Hər kəs ki, dövlət işindədir, deyirlər, bu şeydir, İranlı deyil, bu ərəbdir, dinçidir, yəni çünki İslamı qəbul edir. İranda olanların hamısı, yəni ayrı vaxt deyirlər ki, məsələn, Azərbaycan da bizimdir, filan da bizimdir, Əfqanistan da bizimdir, filan da bizimdir. Amma o zaman ki, gəlir şeyə deyir, yox, o Əfqanlıdır, o Əraqlıdır, filandır, yox. Elə bunlar ki, İranda bu günlər iş üstündədirlər. Bunlar hamısı İranlı balasıdırlar. İranlı sicilləri var, farsdırlar və bunlar onu gözlürlər. Bu, ondan qaçmaq olmaz. Hər halda biz görürük ki, bunlar birdən-birə rəis cumhur olur. 6 kilas savadla rəisi olur rəis cumhur. Yəni, heç zat öz yerində deyil. Heç zat öz yerində deyil. Hər halda. Deyir ki, birdən-birə görürük şaşırtıcı bir durumda, bir unvanla, yəni birdən görürük rəis cumhur oldu. Birdən-birə şaşırtıcı bir unvanla, bir adla. Unvan addır. Adla ad sahibi olur. Birdən-birə görürük ki, filan kəs ad sahibi oldu. Tamam. Kendilerini, yəni onlar özləri də ki, ad sahibi oldu, inanmırlar. Rəis cumhurluğa çıxıb da amma inanmır. Deyir ki, kendilerini belə şaşırtan, təəccüb eləyən bir prestij. Prestij kilas. İndi İranda bu çox yaygında, filan kəs kilas qoyur, kilasın var. Bu prestij, yəni şəxsiyyət. Əslində bir şəxsiyyət. İnsanların toplumda olan ərci, qiyməti, ehtiramı, yeri. O olur prestij. Deyir, şaşırdan bir prestijlə tanınmış, tanınmamış kişiliklərini, deyir, bir şaşırdan, bunların qabaqcan bir kişilikləri, bir mərufiyyətləri yox idi. Birdən-birə ortaya çıxırlar. Bunların kişiliklərinin, şəxsiyyətlərinin aydınladığını, bunların bəlli olduğu, aydınlaşmağı çox gördüm. Deyir, çox gördük ki, belə bir adamlar olur ki, bəlli deyirlər, taza gəliblər, birdən-birə bunlara bir əcib qərib ad verirlər, gətirirlər iş üstə. Deyir, bu hətta özləri də buna şaşırırlar. Nəcür oldu bu adam ki, dünən gəlmişdi, hissat bilmirdi, ya savadı əşğadı. Niyə? Fəqət bu sümürcüyə bağlıdır, istimara bağlıdır. O zaman bu özəl rolun kör səsi ilə dəstəklənincə, o zaman bu özəl rolun kör səsi ilə dəstəklənincə başlarını kaldırırlar və kısa sürədə öyle aşırı bir özgüven kazanırlar ki, kendileri sərsəm dönər. Burada çox cacı nə bunları gedir bir xüsusi, yəni insanların özəl içinə, o adam ki çıxıbdı iş üstə tanınmır, onun vəziyyətin açıqlır. Deyir ki, o zaman ki bu adam şaşırtıcı, özü də belə təəccüb elədi, nədir oldu, mən gəldim bura. Bu özəl rolun, bu rol dedik ki, toplumda olan yeri adamın. O zaman bu özəl məxsus vicə farsçasıdır, özəl türkçəsidir, məxsusun. O özəl rolun yerin kör səsi ilə. Dostlar, bu kör səsi kör bilirik da, yəni görməz.
Kör səs, yəni o səsləri ki, bəlli deyil dəqiqən. Dəqiqən bəlli deyil. Kör düyün, yəni o düyün ki, açmağı zordur. Kör səs, yəni o səsləri ki, qarmaqatışıqdır və bəlli deyil nə deyir. Deyir ki, ya hətta bunu bu cür də oxusaq, məsələn, ərəbcədə kor deyə, kor su, kürsu da, kürsu. Bu kür susu kimi də desaq, yəni bir su ki, daimən axır və azdan çoxdan güclüdür. Çox da güclü deyil, amma biraz gücü var. Deyir ki, o mənada tutulsaq, yenə də bir axan səs, daimi olan səs. O səslə dəstəklənəndə toplumda da görürsünüz ki, məsələn, Ənsari Hizbullah çıxırdılar bir zaman xiyabana, kör səsi idi, ondan edirdilər, dəstəklirdilər, himayət edirdilər. Başlarını kaldırarlar, deyir, onda bunlar o himayəti qazananda, yəni Ənsari Hizbullah çıxıb onlardan himayət edildi, bunlar başlarını qovzaya bilərlər. Başlarını kardırırlar və kısa sürədə, biri az zamanda, yəni qısa sürə zaman, öyləş aşırı, elə bil ifrati, aşırı ifrati. İfrat sözünün türkçəsi ki, ərəbcədə ifrat, onun türkçəsi aşırıdır. Aşırı bir özgüvən kazanırlar. Özlərinə özgüvən etimad benəfsidir ərəbcə. Özlərinə güvənirlər, ələ gətirərlər ki, kəndiləri sərsəm tutar. Hətta özləri də başları fırlanar, dolanar. Sərsəm tutmaq baş ağrı tutmaqdır. Fırlanmaq. Sərsəm tutar, yəni bunlardan bir himayət elərlər. Bir səslər olar, kör səslər. Yəni bunlar özləri buna şaşarlar. Sonra onların himayətində bunlar bir özgüvən qazanarlar ki, hətta özləri də buna şaşırarlar. Heç beyinləri də belə fırlanar buna ki, ola nədir oldu? Belə olarmış ha, mən nə türmüş, məsələn, məni bunlar kəşf elədilər. Mən indiyəcən özümü kəşf eləmirmişəm. Sümürcəyə gəldikləri üçün nədən kəndilərini təbrik etməsinlər ki, deyir, onlar indi bu sümürcəyə köçmüşdü, köçmənlərə görə danışıq da, köçmüş olan adamlara. Deyir, bunlar sümürcəyə gəlmişdilər, Azərbaycana, Ərəbistana, hər yerə. İndi deyir ki, şirkəti nəftin 5000 dana mollası var ki, ayda 50.000 dolar, 50 milyon tümən hüquq alırlar. Nəyə? Dostlar, bu mühümdür. Gündə bir vədə namaz qılırlar. Niyə şaşırmasınlar onlar? Niyə panfars tərəfdarı olmasınlar? Niyə ərəbliklərin, torpaqların, vətəndaşlıqların torpaq sahibi olmaqları danmasınlar? Bir dana molla ki, dünənəcən çörəyin tapanmırdı. İndi də elə çıxsa diplomlar, lisanslar, foq lisanslar, doktorlar qalıb iş axtarırlar. İş yoxdur. Ayda 3 milyona, 4 milyona mən gördüm, gedib döşçülər gördüm, videosunu qoyublar, gedibdir simankarlıq edir. Siman işinə giribdir. Saxtıman, bənnalıq edir, fəhləlıq edir türkçə. Bir dana molla gedibdir şirkəti nəftə gündə 24 saatdə bir dəfə namaz qılır. O bir dəfə namaza ayda 50 milyon tümən alır. Yəni mən hesablıram, ayda bu cümə ilə cümə axşamında getmirlər işə, bir neçə gündə tətilləri var. Deyək ki, ayda 25 gün namaz qılır. 25 dana 8 rükəti zərb eləsəz, təqsim eləsəz 50 milyonu görəcəksiniz ki, elə bu hər rükətə 1 milyona yaxın pul alır. Hər rükətə, deyək ki, məsələn, doğrudan da bunu zərb eləsə calib bir şey gəlir. Mən elə bunu bir zərbi təqsim eləyim, görüm nəcür olur. Məsələn, neçə olur? 25 gün zərb eləsək 8 rükətə müsavi olar 200'ü, üzr istəyirəm, 50 milyonu. Mən indi bunu 50 milyonu bölsək 200 rükətə, hər rükətinə 250 milyon alır, 250 min tümən alır. Hər rükət namaz özü də özünə qılır da, məsələn, millətə qılmır ki. Amma bu, o taza köçüb ora. O 5000 dana heç. Onlar ki, Tehrandan, İsfahan, hətta Təbrizdən gediblər, Əl-Əhvazda işləyirlər şirkətdə, Palaşgahda, Petroşimidə, nə bilim, orada, burada. Bunların hamısı nədir? Köçməndilər, taza köçüblər. İndi deyir ki, sümürcəyə gəldikləri üçün, bura köçdükləri üçün nədən kəndilərinə, özlərinə
mənə təbrik, özümə təbrik deməyim. Sağ ol ki, gəlmişəm Əl-Əhvazda işləyirəm, ayda 50 milyona namaz qılıram. Qalsaydım, məsələn, kətdə, gərək, məsələn, ondan bundan çörək dilənəydim. Gündə də 5 dəfə gedəydim namaz, 3 dəfə əlbəttə, şiələr 3 dəfə namaz qılırlar. Onları bu günlərə gətirən sistemin kusursuzluğuna ikna olmayıb nə yapsınlar? Deyir ki, bu adamları, indi baxın, məsələn, hamı iş axtarır, bir də gedib idarədə şey olubdur. Abdarçı, çayçı, süpürgəçi, məmuli karmət, müdür, muavin, rəis, ondan sonra ustad danışgah, müəllim, şəhridar, ustandar, fərmandar, bunlar da işləyənlər, bahda, karimət, nə bilim, hesabdar, filan, bunlar işləyirlər, o dövləti işlərdə, ya dövlətə bağlı, ya farslara bağlı işlərdə. Məsələn, gediblər, Kirmanın şirkətləri ki, Təbrizdə işləyir, məsələn, Mis Süngün onlara bağlı idi, orada işləyirlər. Bunlar deyir ki, əvvələn sümürgəyə gəldikləri üçün, ya bu dövlətə işə girdikləri üçün, bir pul qazandıkları üçün özlərinə təbrik deyirlər ki, nə yaxşı mənim bir partim var idi, məni işə qoydu. Sağ olsun filan kəs, sağ olsun özüm ki, tapdım, bir adam tapdım, məni işə qoydu. Biri bu. Onları bu günlərə gətirən, bu adamları bu işə qoyan, bu vəziyyətə gətirənlər kimdir? Bir sistemdir. Fars sistemi, İran sistemi, dövləti. Deyir ki, o sistemin kusursuzluğunu, kusursuz, yəni onun heç nəqsi yoxdur. Onlar qəbul edirlər. Bu sistem, İran sistemi ən gözəl sistemdir. Diqqət buyurun, danışanda da cür danışırlar. Evinizdə bir qazi var, bir hakim var, bir dadıqüstlərdə işləyən var, bir filan idarədə işləyən var. Baxın, görün, bunlar necə qanundan, şeydən difa edirlər. Deyir ki, gətirən sistemi kusursuzluğuna inanır, ikna olur. İkna olmaq, iqnadır, ərəbcə sözüdür, türkləşibdir. İqna, yəni bunu qəni edirik. İqna qəni sözündəndir. Qəni, yəni bir şeyin içini doldursan, onlar qəni. İndi bir dənə adamı bir şeyə inanmır. Biz onu iqna eləsək, içini doldursaq, nə olacaq? O sözü qəbul eləyəcəkdir. İqna buradan gəlir. Deyir ki, iqna olmayıb nə yapsınlar? Bunlar nə eləsinlər? Əgər buna bu sistemin kusursuzluğunu qəbul eləməsinlər, nə desinlər? İrançılığı gərək qəbul edir. Çünki oradan hüququ gəlir, oradan işi gəlir, oradan parti var, pulu var, ixtilası var, oğurluğu var. Olan adam tanıyıram, eşitmişəm, tanıyıram ki, adlarını tanıram, amma adam tanıram ki, hələ diplom almayıbdır. Hələ diplom almayıbdır. Məndən 5-6 il cavandır. Diplom hələ almayıb, ya diplom alıbdır, adam gedibdir filan idarədə hirasətə, o hirasətdən o hirasətə, oradan ora, yəni ittilata bağlanıbdır, gedib məmləkətin başında hirasətlərin başı olubdur, məsələn 4 ilin içində, 5 ilin içində 10 dana saxtıman alıbdır, karxanası var, şirkətləri var, nə bilim, dostlarım biri misal vururdu, deyir, getdim, şeyə girdim, gördüm ki, bu bizim famildir, dostlarım biri ilə danışır, deyir, gördüm, hamı buna deyir, döhdür. Deyir, istədim deyəm ki, olan bu diplomun almayıb hələ. Deyir, gördüm də hamı deyir, biz də dehdürdə demədik, amma da adamla da biraz danışdıq. Amma adam gedibdir, bir yerdə işləyib, adını gətirmirəm, istəmirəm tanınsın. Orada işləyibdir, oradan geçibdir, oradan ora, oradan ora, oradan ora. Adam indi pul sayəsində, oğurluqların sayəsində, kölgəsində özünə bir ad qazanıbdır. İndi şirkətlərə gedəndə, ay döktür filan kəs gəlir iqtisaddan. Nə var? Adam iqtisaddan deyil, adam oğrudur. Çox gözəl oğurluq sistemlərin başarır amma. Oğurluq sistemində yetişilib, ərsiyə gəlibdir, həm oğurluq eləməyi başarır, həm oğurluğu gizləməyi başarır. Bu özü də bir hünərdir. İnsafən böyük hünərdir. Həm oğurluq eləyəsən, həm oğurluğu elə eləyəsən ki, özgələr bunu tapamayırlar. Dövlət belə gələ axtarsa, sən onu göstərsən ki, sənəd məddək var ki, mən oğurluq eləməmişim, bunlar doğrudur. Yəni, bu da bir hünərdir. Yəni, İranda bu hünər, hünər nəzd-i İraniyan əst-i bəst, elə burada gəlir işə. Bundan böyle sistemi saldırgan bir tavırla savunacaklardı. Deyir, bundan bu yüzden, indi bu adam ki, bu işe geldi, bu yere geldi, bu unvanı kazandı, bu idareye girdi, işlemeye, orada o şirketin işçisi oldu, her halda Farslara işləyir bu adam.
Ya bəziləri Fars dövlətindən icazə alıblar. Məsələn, ruznamenigarlar. Azərbaycan ruznamenigarları Fars dövlətindən bir icazə alıblar. Agəhi yığırlar filan bəhman. Düzdür, türklərdən yığırlar. Amma Fars dövlətindən iş alıblar bu icazəni, ruznamə sahibləri. Onlar gəliblər, bu adamları alıblar işə. Bunlar nə etməlidirlər? Ya, məsələn, dəftərinin icazəsini, yerinin icazəsini Farslardan aldığı üçün Farslar nə desələr onunla gedir. Deyir ki, indi burası mühümdür. Deyir ki, bundan böyle indi ki işe başladılar, cildilər işe bir yerde istihdam oldular. Sistemi, o İran sistemin, Fars sistemin, o sümürgəçiliği, onların haqqı olmağın, Farsların haqqı olmağın, Türklərin nahaqq olmağın savunacaqlar saldırgan bir şəkildə, tavırla. Saldırgan, yəni həmlə edici, hücum edici. Yəni bir tərəf kimi yox. Tərəfdar olacaqlar ona, saldıracaqlar sizə. Sən desən mən türkəm, sən niyə desən mən türkəm? Biz türk deyilik, biz Azəri yox, biz İranlı yox, biz İrancı yox, biz Azərbaycan yoxdur, İran vardı, Azərbaycan heç vaxt hökuməti olmayıbdı, türklər xaindilər, elədilər, belədilər. Bunları, məsələn, Farslardan çox pan-türkçü deyənlər türkdülər. O iddia, əlbəttə pan-türk mənə hər kəs desə çox sevinirəm. Çünki mən pan-türk olmalıyam. Mən pan-fars olmamalıyam. Pan-İrancı olmamalıyam. Mən pan-Azərbaycan ya pan-türk olmalıyam. Tamam. Amma onlar ki bunu pis unvanda istillər, işlədələr, ittiham, suç altında işlədələr, günah kimi görsədələr, onlar çoxu türkdür. Niyə? Çünki bunlar bir iş, bir yerdən bir Farsa bağlılıqları var, onu istir bu şey eləsin, qorusun. Deyir ki, bundan böyle sistemi saldırgan bir tavırla, tavır hem düşünce hem fikir, hem de iş. Bir tavırla, rəftar və düşüncə ilə savunacaqlardır. Ondan difa eləyəcəklər. Savunmaq difadır. Mən bunu bir yerdə də iştibah demişəm, ittiham yox. Suç ittihamdır. İştibah eləmişəm mən orada. Suç ittihamdır. Savunmaq difadır, müdafiədir. Sonunda kendilerini sistemin haklı olduğuna inanırken bulacaqlardı. Deyir, işin də sonunda əvvəldə yalandan elirlər. Əvvəldə gedəndə vilayət fəqihizadı yalandan qozinəşdə gedir, işə geçsin ha məsələn. Orada yalandan deyir, namaz qılıram, oruç tuturam, məscidə gedirəm. Əvvəl bir 5 ay qalandan ki işə gedəcəkdi, gedir məscidə. Konkura gedəcək, 5 ay qabaqdan gedir məscidə. Bir yol. Səqqəli uzaldır, düymələri düzəldir, köynəyi salır şalvarın üstünə, cırıq başmaq giyir, nə bilim, başın gözünü daramır, iyi verir filan bəhman. Gedir ora. Əvvəldə deyir ki, mənim eşkəyim körpüdən geçsin də, olsun, mən vilayət fəqihəm, namazam filan. Amma elə ki, biraz getir, görürsünüz, şikəncəyəcən gedir. Yəni, adamları şikəncə eləyə bilir. Gedib zindana istihdam olubdu, indi sabahdan adamları döyə bilir, şikəncə eləyə bilir, edama məhkum eləyə bilir, edama bunları göndərə bilir, edam eləyə bilir. Gedib dadqüstəriyə dünənicən deyir ki, əgər biz dadqatda bir iş tapsaq çox yaxşı olar, indi bir iş tapdı, bir vasitə ilə, 1000 dana parti ilə, plovla iş tapdı, girdi ora, indi nə edir? İndi adamları edama məhkum edir, indi adamları zindana məhkum edir, indi qanunla difa edir, İrandan, İslamdan, nədən difa edir, o halda ki, qabaqcan belə değildi. Niyə? Çünki indi oradan bu torbasına oradan bir şey tökülür. İnsanların bir çoxu itə bənzir. İtə siz yal versəz, azına çoxuna baxmaz it. Siz bir iti, küçədə acdır, onu gətirin qabağına bir yal verin. O, sabahdan sizi görəndə quyruğun bulayacaqdır. Sizə hürməyəcəkdir. Sizə hörmət eləyəcəkdir, başını əyəcəkdir, ayağının altında şey edəcəkdir. İnsanların bir çoxu iş tapankən, bir yerdən iş alarkən nə inərlər? Dəqiqən bu sistemə düşərlər. İt olarlar. Quyruq bularlar o pul verən adama. Deyir ki, sonunda, işin sonunda kendilerini, özlərin, kendi özü deməkdir, özünü sistemin haklı olduğunu, bu İran sisteminin, Fars sisteminin, brainwashing sisteminin, farslaşdırmaq sisteminin nə mənəsi haklı olduğunu nə edəcəkdir? İnanacaqdır. İnanarkən özün orada görəcək ki, mən buna inanmışam.
Bunu çox eşitmişik da, deyir ki, bu şikəncəgərlər namaz qılırlar, dəstəmaz alırlar, şikəncə eləməmişlər, namaz qılırlar, Allah səndən ötürü gedirəm, mən şikəncə eləyəm deyə gedirlər, şikəncə eləyirlər. Bunlar əslində yaxşı adamlar idilər. Amma bunlar o qədər bir işə girməkdən yavaş-yavaş işi mənimsirlər. Ya, ağa, bu mənim işimdir, bax. Diqqət buyurursunuz, bu onu deyir ki, mən misalında, ifrati misalında vurdum ki, şikəncəgərlər bu cür olurlar. Yəni, əvvəldə şikəncəgər olmur, yavaş-yavaş şikəncəgər olur. Digər bir deyişlə, bir ayrı mənada desək, belə olar. Digər bir deyişlə, yəni bir ayrı sözlərlə desək, belə olar. Göçmənkən sümürgəçilik yandaşına kolonialistə dönmüşdür. Deyir, köçmən olduğu halda kolonialist, istemarçı tərəfdarına dönmüşdür. Deyir, özü köçməndir. Bilir ki, mən bura gəlmişəm nə üçün? Əslən, bilir ki, buranın adamları məndən deyirlər, mən bura gəlmişəm nə üçün? Deyir, amma yavaş-yavaş bu könər olar istemargər, sümürgəçi. Kolonialist, bunun latincəsidir sümürgənin, ingiliscəsidir. Niyyət bu qədər açıq. Niyyət bu qədər açıq. Olmasa belə, deyir, o adamın niyyəti, mən misal vurdum o dadlığa gedən qazini, misal vurdum polisdəki adamı, zindandakı adamı, bunları misal vurdum. Ya ittilaatdakı adamı misal vurdum ki, nə cür şikəncə edirlər. Niyyətləri o cür olmasa da, niyyətləri bu qədər açıq olmasa da, belə nə olar? İqna yoluyla sümürgəçilik yandaşı olan açısından da nihai sonuç farksızdır. Deyir ki, sümürgəçi açısından, sümürgə açısından ya sümürgəçilik açısından, yəni bir istemargərin gözündən ya bir müstəmrəşin gözündən, hangisinin gözündən baxırsınız, baxın, o fərq eləməz. O adam iqna yolu ilə brainwash, iqna brainwashdır. Dostlar, baxın, indi mən bir dana brainwash'a bir dana ayrı misal vururum, daha şey olsun. Bir nəfər biz tanırıq famildə, dostda, yoldaşlarda, qonşularda, məhəllədə ki, bu çox əcib paniranisti, panfarsıdır. Gedirik bundan dost oluruq, bunu yavaş-yavaş Azərbaycancılığa gətiririk. Niyə inirik? Onu brainwash edirik. Onun beyni ki yuyulmuşdur, biz onu tazaşdan yuyuruq. O Azərbaycancılığa çeviririk onu, türkçülüğə çeviririk onu. Bu elə brainwashdır. Biz onu brainwash elədik. Tamam? Yəni, bu deyil ki, həmişə farslar brainwash eləyirlər, biz otururuq, baxırıq. Yox, biz də brainwash eləyirik. O zaman ki, məsələn, eləyə bilirik ki, məsələn, 2 dana farsı çevirək, bura həddə qədər heç olmasa çevirmişik ki, görürük, bunlar gəliblər, məsələn, ələnən televizyonlarda deyirlər ki, millətlərin haqqı var, təbziyə olsun. Məsələn, bunların başında xanım Şirin İbadə. Bu adam bir zaman bu sözü deseydin, adamı özü, bir zaman bilirik, şah zaman o, özü dadgahda işlirdi, özü də hakim idi, yəni hökmü verirdi, qəzavət edirdi. Əgər inqilabdan sonra da bunu qoysaydılar, bəlkə elə hökmü verərdi, edam elərdi. Amma tüm bunu işdən saldılar eşiyə, bu da gəldi, çıxdı. Buna görə brainwashdan çıxmağın bir şeyi də budur da. Əgər bir nəfər işdən atsalar eşiyə, o, onun tərsinə çevrilə bilər. Məsələn, biz görürük ki, məsələn, pişəbəri. Ta məclisə gedincən, bununla belə ki, Rıza Şah bunu 7-8 il saxlayıb zindanda, 9 il ya neçə il saxlayıb zindanda, zindandan çıxır, İrancıdır. Zindanda İrancıdır. Zindana getməmişdən ki, İrancıdır, zindanda olur İrancıdır, zindandan çıxır İrancıdır. 4 il Cəngi Cahani, 2-ci Dünya Savaşı gedir, orada İrancıdır. Nümayəndə məclis olmaq üçün yazılır İrancıdır. Gedir məclisə, məclisdə İrancıdır. Amma Hizb-i Tudə və o birislər buna deyirlər ki, yox, sənin ləyaqətin yoxdur məclisdə olasan. Onu ki, oradan rədd edirlər, olur Azərbaycancı qeydir. Türkçə olmur, Azərbaycancı olur. Amma yenə də içində İrancılıq var. Ki, görürük da sonra da İrancılara inanır və əvəzin ki, deyə tamam, Rusları oğlumu orada tutublar, saxlayıblar, bir belə adam burada ölür, mənim də oğlum orada ölsün, özüm də burada ölüm.
Amma bunu qəbul eləmir. Təslim olur, fədailəri təslim edir, silahları alır, çıxadır. Fədailərin tüfənginin o iynə deyirlər da, çaxmağı çəkəndə bir iynə var, dəyir güllənin dalısına, güllə partdır gedir. Onu deyirlər, çıxadırlar ki, bizim uşaqların əgər əllərində, milli fədailərin əllərində bir qırıq tüfək də olsa, onunla güllə atanmasınlar. Bəzən bizi bir tarixi hadisə, məsələn, Allah saxlasın, Döktür Çehriqani də dəqiqən bu cürdür. O da məclisə gedincən hər halda dövlət sisteminə yaxındır. Bəli, məclisə gedəndə ki, bunu da zorla, bunu mən şahidəm, yəni ki, onun rəylərini dəyişdirirlər. Çünki o məqtədə fikir edirəm, mən özüm sandıq üstə idim. Fikir edirəm, mən özüm sandıq üstə idim. Çünki mən bir neçə il özüm sandıq üstə olmuşam. Bir yol. Onun rəylərini dəyişdirəndən sonra müxalifətə girdi və yaxçı da oldu ki, bizim nəfimiz olduğunun girməsi. Mən o cəhətdən bu adama çox ehtiram qailəm. Bir şeylə, bəzi fikirləri ilə müxalif olsam, bəzi muzeycirlikləri ilə müxalif də olsam, özünə çox ehtiram qailəm. Yəni, böyük bir şəxsiyyətdir, bizə böyük təsir olubdur. Niyyəti belə onun bu qədər açıq olmasa belə nə olar? İqna yolu ilə sümürgəçilik yandaşı olar. Və onun açısından, o baxışdan açı zaviyə, açıq olmaq. Bu indi bağlıdır. Nə qədər bunu açsaq açılır. Zaviyə 90 dərəcə ya gedər hər nə qədər ki gedə bilsə də. O açı, yəni o açılmaq, açı zaviyə. Zaviyə biz heç bilmirik yəni nə demək, amma açı bizə rahat da anlaması. O açısından da nihai sonuç farqısızdır. Bir sonucun sonu heç fərq eləməz ki, bu adam sümürgəçi gəlibdir, sümürgətə doğulubdur, niyyəti nə idi, o deyir fərq eləməz. Bu adam o gün ki, gəldi, istemar istədiyi işləri gördü və istemardan müdafiə elədi, bu istemarçıdır. Oraya şans əsəri atanan bir devlət məmuru ya da kuzeninin mültəcilik önərdiyi biri ola bilir. Deyir ki, o işə ki, bu adam atırıbdır oraya, yəni o işə, ya o sümürgəyə ki, gəlibdir, köçmən, deyir oraya. Oraya şans əsəri gəlibdir. Məsələn, mən şans əsəri Kanadaya gəlmişəm. Sazman-ı Milal verib bura. Pənahəndə idim da, yəni mültəci, qaçqın idim. Məni şans əsəri Kanadaya veriblər. Ya da atanan bizi Sazman-ı Milal bura atıbdır da, atanan. Bir devlət məmuru, ya da ki, bir devlət məmuru var ki, onu göndərib ora. Bu da 2. Ya da kuzeninin, bir yaxın famili. Kuzen yaxın famili, dayı oğlu, bacı oğlu, nə bilim, xal oğlu, əm oğlu, bunlar. Bu cür bir şey, yaxın bir adam. Məsələn, mənim nənəmin dayısı uşaqları mənim kuzenimdir. Nənəmin dayısı uşaqlarının dayısı uşaqları da mənə famildir, genə də. Tamam, bunlar kuzen hesab olur. Uzaq kuzen, yaxın kuzen. Bu cür deyirlər. Bu xaricədə, Türkiyədə də kuzen sözü keçibdir. Kuzen sözü latincədir. Bizdə, məsələn, buna deyirik ki, bacıoğlu. Bizdə bunlara hərəsinə adı var. Bacıoğlu, xaloğlu, dayıoğlu, əmoğlu, mamaoğlu. Ondan sonra bu cür gedir da. Amma bunların yoxudur. Türkiyədə də elə kuzəni alıblar. Latin sözünü alıblar, kuzen sözünü işlədirlər. Deyir ki, ya da ki, kuzəni buna deyibdir, get pənahəndə ol. Kuzeninin mültəci qaçqın. Ərəbcə sözdür, gəlib türkləşibdir. Mültəci iltica, pənahəndə olmaqda, sığınmaq. Bizim dilimizdə sığınmaqdır bu. Elə Türkiyədə də sığınmaq işləsəz anlamı verir, alır. Mültəcilik önərdiyi biri ola bilir. Ya da ki, famillərin biri deyir ki, sən get pənahəndə ol, mültəci ol, sığınmacı ol. Deyir, bu, beləliklə, bu nə oldu? Gəlib bura. Hətta gəldiyində solcu belə ola bilir. Deyir, hətta bu, bura gəldiyində, indi ya mültəci gəlibdir, ya iş məmuru olub gəlibdir, ya nə deyərlər, təsadüfi şans əsəri gəlibdir. Deyir ki, bu nə ola bilər? Hətta o, gəldiyi zaman bir solçu
bir komünist, bir sosialist ola bilərdi. Solcu belə ola bilərdi. Amma aynı amansız mekanizma ilə kaçınılmaz olaraq kaba ya da kurnaz bir kolonyalistə dönüşür. Deyir, onun baxma ki, hangi yoldan gəlibdir, fikri, ideolojisi nədir. Amma o nədir? Amma aynı amansız. Amansız yəni fürsətsiz, fürcəsiz, sürəkli, dalbadal. Bunlar onun türkçəsi. Aynı amansız mekanizmayla, o mekanizmlə, o işləklə ki, sistem işlirdi, İran sistemi işlirdi, mekanizmayla, o sistemlə, mekanizm sistemdir. Elə həman sistemin bir ayrı mənası. Mekanizm çox makinə, maşın üstündə olur. Sistem çox idari sistemlə danışılır. Mekanizm çox, məsələn, deyək ki, elektronik ya maşınlar, minmaq maşını zadı, bu cür maşınlar, dəstgahlar üstündə olur. Amma hər ikisi işdir. Yəni, həm mekanizm bir dana, məsələn, bir dana tiraj maşını, ya bir dana maşın ki sürürük, minirik, sürürük, ya bir tiraq, treyler, fərq eləməz. Bu bir mekanizmdir. Yəni, kolli bu sistem hamısı buna görədir ki, bu maşın bir iş görsün, o işi görür. Əgər bunların biri xərab olsa, o maşın işləməyəcək. Buna deyirlər mekanizm. Sistem də idarə sistemidir, düşüncə sistemidir, təlim, tərbiyyət sistemidir. Bu da çox beyinsəl və idarisəldir. İdarə özü də yine beyinsəldir, bunu da deyim. Deyir ki, mekanizmayla kaçınılmaz olarak kaba yani ədəbsiz. Kaba biraz yoğun bir şeydir. Yontanılmamış bir şeydir. Mesela bir tane ağaç kəsirik. Teyxə bunun o qanatları çıxan yerlər eşikdədir. Qabığı üstündədir. Bu qabadır. O zaman ki bunun qabığını soyursuz, onların düzəldirsiniz, bunu əl-ayağı cızmasın, yaralamasın. Bunda olur o nazikləşir, yaxçılaşır. Qaba o halətidir. Ya da kurnaz. Kurnaz da dostlar, yəni çox su altı ilə gedən, münafik, minüzlü ya da kurnaz, hiləçi, hiləkar bir kolonyalistə dönüşür. Deyir ki, bu sonunda bir kolonyalistə çevirəcəkdir. Bir sümürgəçiyə, istemargərə çevrilir. Sanki dənizi geçmək yetərliymiş gibi, sıcaq onu çürütmüş gibi. Deyir ki, sanki yəni fikr elə ki, təsəvvür elə. Sanki təsəvvür elə. Bax, fikr elə ki, dənizi geçəcəkmiş bu adam. Deyir, yəni dənizi geçəndən sonra değişəcəkdir. Yetərliymiş. Dənizi geçmək, yəni o tayda fikri bir şeydi. Suyu gəldi, geçdi bu sümürcəyə. Elə bir ki, məsələn, Tehrandan çıxmağı ilə gözdürmüş. Elə ki, çıxdı, gəldi, Kərəşdən bu yüzə. Mən geçdim ki, bunları əzəcəyəm, vuracağım, sındıracağım, asacağım, kəsəcəyəm. Ya elə kəsini mən bu imtihanı verib dadqaha girmək imiş, zindana girmək imiş, sipaha girmək imiş, bəsicə girmək imiş. Bu millətə dədə yandıracağım. Sıcaq onu çürütmüş gibi, belə nəzərə gəlir, gibi yəni nəzərə gəlir, belə görünür. Belə görünür ki, istilik onu çürüdübdür. Bilirsiniz, hər şey isti eləyə bilər, çox şeyi yandır aradan apara. O cümlədən bir şey elə bir bu adamın da fikrini düşündürübdür. Tərsinə, indi bunun tərsi nə olar? Buracan dediklərimizin tərsinə görək nə olur? Sümürgədə doğulanların çoğunluğu tarihsel fırsatlarına 450 sarılıp onu nə pahasına olursa olsun korurken karşıt yönü seçip sümürgeciliği reddedenler hatta sonunda sümürgeyi terk edenler de vardır. Deyir, bunun tərsindəki bir iddələr eşikdən sümürgəçi deyildilər. Amma ya dövlət bunları göndərdi, ya özləri şans əsəri gəldi, ya pənahəndə oldular, ya hər nə cüründən gəldilər, çıxdılar bura, burada da sonra sümürgəçi oldular. Deyir, bunların tərsinə bir də adamlar var ki, gəliblər burada qalıblar. Bunların uşaqları olur. Sümürgədə doğulanların
Burada sümürcədə doğulur. Azərbaycana gəliblər, idarə karimətlər burada doğulur. Ya gedir Ərəbistanda doğulur. Fərz eləməz, Azərbaycandan dövlət istihdam edib göndərib Loristana, Türkmən səhraya, Bəluçistana, hara göndəribsə orada. Orada bir uşağı doğulur. Deyir, bu nə olar? Doğulduqdan çoxunluq, dostlar, çoxluq, əksəriyyət. Ərəbcəsi əksəriyyət, çoxunluq yəni əksəriyyət. Tarihsel fırsatlarına dört əl sarılıb onu nə pahasına olursa korurlar. Deyir ki, burada doğulan adamlar o tarixi dədənənədən bir iş gəlir bunlara, bir yer qazanırlar, toplumda bir yerləri var, idarədə, fulanda, bəhmanda. Elə bu uşaq da dədəsi yapışıb əli ilə bunu aparır idarəyə, hamı gəlir, buna salam verirlər, əl-ayağına az qalırlar, düşələr, ehtiram edirlər. O bir yerdir, o bir toplumsal bir yerdir. O idarə sistemində bir yerdir, o uşağın varıdır. Deyir ki, 450 sarılıb, onu qucaqlayıb. Sarılmaq, qucaqlamaq deməkdir. İzin verərsən mən sənə sarılım, yəni icazə verərsən mən səni qucaqlayayım. Deyir ki, 450 sarılıb ona nə bahasına olur olsun. Yəni qiyməti nə olur olsun, bahası nə olur olsun. Buradan bəllidir ki, baha sözü bizim türkcəmizdən gedib farscaya. Deyir, nə bahasına olursa olsun, o mövqeyiyyəti, o sümürcəçiliği qorur. Dedik ki, indi bir nəfər farsdır gəlib Azərbaycana, ya dövlət, məsələn, deyək ki, mənim bir familiyam indi ya dadqüstlərdə işləyir, ya zindanda işləyir, ya sipahda işləyir, ya bəsisdir, hər yerdə işləyir, danışqahda, müəllimdir, fulandır, bəhmandır. Bu ki, orada işləyir, bunun bir uşağı olur. Bu uşaq o dədənin mövqeyiyyətin qorumaqla mükəlləf görür özün. 450 yapışır o dədənin, nənənin olduğu yeri qorusun. Onun dostları ilə gəlcid edir, onlarla. Görürsünüz, əgər baxsınız, karimətlərə baxın, özləri məsələn yoldaşları ilə gedəndə bir cür çiynərlər, familya ilə gedəndə bir cür çiynərlər. Danışıqları da, davranışları da fərq elər. Deyir ki, nə bahasına olur olsun, onu qorurlar. Baxın, nə bahasına olur olsun. Yəni, mühüm deyil, adam da öldürərlər. Bizim famillərdən biri var idi. Ya məmur ittilaat olmuşdu, ya istirdi ola, gəldi Tehrana bizim evdə qaldı, neçə, bəlkə həftələr bizim evdə qaldı. Sonra getdi bizim bir dostuyla qaldı. Deməklə bu adamın məmuriyyəti buymuş ki, gələ biz orada tutdura məsələ. Sonralar da bundan biz çox şey gördük. Nə bahasına olur olsun, ona mühüm deyil. Bu adamın əhliyalı var, zindicanlığı dağılar, ruhu xərab olar. Bunları əslən saymaz. Nə bahasına olur olsun, o özünün, mənim pulum gəlsin, mənim işim olsun, mənə nə? İnsaf əlin başına nə gəlir gəlsin, mənə nə? Mən istihdam olun, pulum olsun. Deyir ki, bu bir teyfidir, belə olar. Karşıt yönü seçib, bəzi uşaqlar da karşıt yönü seçərlər. Yəni, burada qalmağı, bu 450 yapışmağı, difa, hər nə qiyməti olur, ondan difa eləsin, bundan gəlməzlər. Bunun tərsinə gedərlər. Karşıt yəni müxalif. Müxalif yönü seçib, o birisi tərəfi seçərlər, sümürgəciliyi rədd edərlər. İstimarı rədd edərlər. Hətta bu fikrin sonunda rədd elədilər, sonunda sümürcəyi tərk edənlər də belə var. Hətta deyir, bunların bəzisi buradan çıxarlar gedərlər öz torpaqlarına. Mənim dədəm gəlib buraya iştibah eləyib gəlibdir. Çıxar gedər öz torpağına, sümürcəni rədd elər. Sümürcəyi tərk edənlər də var. Bunlar çoğunluqla çox gənc insanlar. Deyir ki, bunların çoxu ki, buradan gedərlər, ya dədələrinin tərsini düşünərlər. Deyir, bunlar çoxunluqca gənc adamdılar. Gənc, dedik, neçə şey vardı gənclikdə. Təcrübə azdır, evlənməyibdir çoxluğu bunların. Ərz edeyim xidmətcə, əhliyal çörəyi vermirlər. Bunlar inqilabçıdırlar. Deyir ki, bunlar çoxunluqla çox gənc insandılar. Gənc dedik, cavan. Gənc sözü ki, farsda işlənir, bu gəncidən almalıdır. Türk gəncindən. Biz cavan adama deyirik ki, gənc. Xəzinəyə də deyirik gənc. Çünki bu cavan uşaq toplumun gəncinəsidir. Toplumun gələcəyi bunun üstündədir. Bu sərmayəsi budur.
Qocalar qocalıblar da işdən düşüblər. Nə savaşa biləcəklər, nə vətən qoruya biləcəklər, nə fikirləri değişə biləcəkdir. Onlardan əlizi gözünüzü yumun, çəkin onlardan əlizi. Gənc bu uşaqlardır. Siz bunlardan yapışın. Çünki bunlar sizin gəncinəzdir və gəzinəzdir və xəzinəzdir. Ən cömərt olanlar, deyir bu, ən cömərt farsça bəxşəndə deyirlər. Ərəbcə rəhim, rəhman, cəvad, cud. Deyir ki, ən cömərt olanlar indi bu insanların içində sümürcüyə gəliblər yerləşmə, bunların içində doğanlar. Bunların içində ən cömərt olanlar, ən olar ki, əlləri açıqdır, gözləri açıqdır, dilənçi deyirlər, vericidirlər. Olanlar örnəklikdən, üzrsən, öyrənlikdən çıxınca, ərgənlikdən, üzrsən, ərgənlikdən çıxınca, mən bunu oxumuşam, ərgənlikdən çıxınca yetişkinliklərini bir sümürgədə keçirmək istəməkdəliklərinə qərar verən ən açıq sözlülərdirlər. Deyir ki, bunların bəziləri vardır ki, ərgənlik nə olur dostlar? Farsça bunu deyir, nocavani, buluq. Dəqiqən buluq sözü ki, ərəbcədir. Bələğədəndir, yetişmək. Bir səthə ki, yetişirsən, orada olursan buluq, ora yetişdin. Buluq, yəni bir yerə yetişmək. Məsələn, ərəblər deyirlər ki, məsələn, deyək da, Ərəbistanda bir qız 10 yaşında buluğa yetişir. Yəni, bir sinne yetişir ki, evlənə bilər. O, coğrafikal bir şeydir. Yəni, torpağa bağlıdır. O, iqlimə bağlıdır. Fizikal yetişir. Ağlı yetişməz ki, ağlının gərək savadı ola, təcrübəsi ola, ağıl onlardan gələr. Ağıl bədənin yekəlmağına bağlı deyil. Ağıl təcrübəyə dolanmağa ki, gene təcrübədən gəlir, kitab oxumaqlar ki, gene təcrübədir. Çünki biz hangi kitabı ki oxuruq, onu yaşırıq əslində zehnimizdə. Onu düzəldirik zehnimizdə. Deyir ki, ərgənlikdən çıxınca, elə ki, bunlar buluğa yetişdilər, ya nocavanlığı geçdilər, farsça nocavani deyirlər, yetişkənliklərini, yəni o buluğlarını, yetişkənlik buluq dövrəsini bir sümürgədə keçirmək istəmədiklərinə qərar verirlər. Bu buluq dövrəsində yetişəndən sonra sümürgədə, müstəmirədə yaşamamaqlarına qərar verirlər ki, mən burada yaşamayacağam. Qərar verən ən açıq sözlülər dediyi, bunların sözləri, düşüncələr ən açıqdır. Tamam, bu da olar. Hər iki durumda da ən iyiləri çəkib gedər. Hər iki durumda, yəni ya sümürgəçi ola, ya burada doğula, ən iyi düşünəni buradan çəkib gedər. Ya da etik nədənlərlə, etik latincə sözdə əxlaq, türkçəsi ərdəm. Farsçada buna məna yoxdur. Ərəb sözə mənası var əlbəttə, söz yoxdur. Yəni bir kəlmə yoxdur ki, əxlaqın yerinə işlədəsiz. Ya siz, məsələn, əxlaq yerinə deyəsiz ərdəm. Yoxdur. Deyir ki, ya etik nədənlərlə, əxlaqi səbəblərdən dolayı ədalətsizlikdən hər gün yarar sağlamayı məzur göstərəcəklərdir. Deyir ki, ya da ki, hər nədən dolayı, əxlaqdan dolayı xüsusən gələcəklər ədalətin olmamasını hər gün yarar sağlamayı, ədalətin olmamasından yarar qazanc. Qazancın bir ayrı mənasıdır. Türkçədir. Yarar sağlamayı, sağlamaq yəni ələ gətirmək. Sağlamağı mazur yazır burada. Yəni üzürlü göstərəcəklərdir. Bunlar deyəcəklər ki, əxlaqən düz deyil. Onun üçün də buradan fayda alanmaz. Sizin həqqiniz yoxdur. Türklərin dilin, toprağın, vətənin, millətin, iqtisadın talan eləyəsiniz. Buradan qazanc götürəsiniz. Amma siz bunu farslarda görməzsiniz. Buna görə deyirik ki, farsların hamısı sümürgəçidir. Deyir ki, ya da yalnızca qurur nədənilə, ya da ki, qururları var. Deyir ki, mənim qururum budur. Mən qurur nədənilə
Qurur nedeniyle ortalama sümürgeciden daha iyi bir kumaştan olduklarını hissettikleri için ya da ki deyir ki ağa kumaş dostlar bilirsə parçadır. Qədim bizim hər parçanın bir adı var idi. Kumaş bir şeydi, çatan bir şeydi, o birisi bir şeydi. Kumaş deyəndə bir cür parçadır. Deyir ki mənim kumaşımla sənin kumaşının fərqi var. Yəni ikisi bir cür deyil, bir maddədən deyil yox. İndi bu onu deyir ki insanlar bəzi deyir ki mənim kumaşım sənin kumaşından deyil. Onu deyir. Deyir ki ortalama sümürgeden daha iyi bir kumaşdan, sümürgeden yani bu türklərdən özünü iyi kumaş bilər. Mən türklərdən yaxçıyam. İyi bir kumaştan olduklarını hissettikleri için hissederler ki hissetmek hemen duygulamak. Duyarlar ki biz bunlardan yaxçı yok. Farslar bunu deyirlər də, yəni bunu deyirlər daimən. Sümürgədən ayrılırlar. Deyir ki, ağa, mən bunlarla niyə yaşıram? Mən bunlardan üstünəm. Mən bunlara bərtərəm farsça deyəndə. Mən bunlardan yuxarıyam. Bunlar əşağıdırlar türklər. Onun üçün buradan çıxar gedər. Bəziləri də bu qurur üçün gedər. Sanılanın əksinə çox sınırlı, çox bəlli olan və hər mizaçdakı insanın hızla tökətdiyi sümürgədəki olanlar yerinə gözlərini ufuqa və hırslarına çevirirlər. Deyir ki, hırs sözü bir əsəbani olmaqdır. Bir də hırsı var bir şeyi ələ gətirə. Bu adamlar ki, ixtilas eləməkdən doymurlar, oğurluqdan doymurlar. Eyni halda da qiyamətə inanırlar, amma oğurluq deyirlər. Bunların hırsları var. Oğurluq hırsı. İndi bunu gəlir. Burada deyir ki, sanılan fərz eləyən, əksinə o fərzi ki üstə elədik də, o fərzləri ki görsətdik, onlar çıxar gedər. O sanılan əksinə burada ərəbcə sözdür. Əks, yəni tərsə. Əks, hətta bizim əks, indi baxın bayraq burada əks görsəndir, yəni tərsə görsəndir. Əksə həmişə salanda, məsələn mən əksin qabağında sağ tərəfim görək görür, orada sol tərəfim sağda görünür. Tərsə olur, ona görə əksi deyirlər. Ərəbcə sözdür. Sanılanın əksinə çox sınırlı məhdud, az, çox az, çox bəlli olan və hər mizaçdakı, mizaç hər cürə düşüncə, məzacda, hər cürə məzaclı bir adam, insanın hızla tükətmək, dostlar, məsrəf eləmək. Hırsla tükətdiyi, yəni hızla, yəni sürətlə işlətdiyi, məsrəf elədiyi sümürgədə, mən bunu qoyum, o birisi səfəni götürüm. Hızla tükətdiyi sümürgədəki olanaqlar, sümürgədə olanaqlar, yəni o imkanı olanlar, mümkünlər, olanaqlar bu olur. Yerinə gözlərini ufuqa. Deyir, əvəzin ki, bu sümürgədə olan imkanlara gözün tikə, onların yerinə gözlərini ufuqa, uzaqlara, ufuq uzaq dostlar. Ufuq, yəni uzaq. Uzaqlara və hırslarına çevirirlər və içlərindəki o hırslarına çevirirlər. Hırs burada istək. İstəklərinə çevirirlər. İki durumda da sümürgə ən iyiləri əlində tutmaz. Deyir ki, iki durumda da ya burada insancı olsunlar, çıxsınlar, getsinlər, ya da hırsları olsun, burada qalsınlar. Deyir ki, hər ikisində də, iki durumda da sümürgə, müstəmirə ən iyi insanları əldə tutmaz. Deyir, saxlamaz, iyilər qalmazlar, çıxarlar, gedərlər.
Çünki özlərini bir üstə daha layiq bir şeyə görərlər. Tutamaz. Geçici olaraq gələn və sözləşməsini yatırıb iyrənərək sümürgə aldatmacasıyla alay edərək gözü açılmamış bir şəkildə geri dönənlər də var. İndi deyir nə? Deyir ki, geçici olaraq, yəni müvəqqət ərəbcədə, türkçəsi geçici. Geçici olaraq, müvəqqət olaraq gələn adamlar, yəni dövlət göndərib, ya özləri gəliblər, pərvazi müəllimlər, ustadlar, işləyənlər və sözləşmə qərardad, dövlət ilə, bir şirkət ilə qəradadları var. Mühəndislər, rus mühəndisləri, filanlar, bəhmanlar, bunlar da yerləşimcidirlər, gəliblər də bizim mədənlərimizi alıblar əllərinə. Taza bir video gördüm, çox acıdır. Adam Təbrizdə bir hünərmənd idi, radio televizyonda işlirdi mən bilən. Bu adam gedibdi, kəndiləri yığıbdı, bir təpədən oturub deyib, o dağlar bizim dağlarımızdır. Amma bizi ora qoymurlar. Çünki onları veriblər ruslara, ruslar işlədirlər. Ruslar xaricəllər də rusludur. Biz ki, kətli yox, burada işsiz yox, bizi işə almırlar. Sümürgə buna deyərlər, onlar da sümürgəçidirlər. Rus olmaqlarına baxmayın, orada sümürgəçidirlər. Sözləşməni yırtıb, bunların bəzisi deyir, gəlirlər, müvəqqət işləri var, bunlar sözləşməni, o qəradadları yırtarlar. Yəni, mən burada qalanmıram, qeydirəm. Pəs geçici olaraq gələn və sözləşməni yırtan adamlar da var. İyrənlərək. Deyir, bəziləri də var ki, iyrənərlər, irgənərlər. Bizdə irgənmək, çimçəşmək. Çimçəşərək sümürgə aldatmacısıyla, aldatma, yəni bir şey ki, ondan alladırsınız. Biz uşağa süd vermək əvəzinə bir məsnu, bir plastik qoyuruq ağzına. Onu allatmacıdır. O allatmacıdır. Bir atmacıdır, alay edərək. Bir allatmacı ilə onları ələ salırıq. Alay, dostlar, yəni məsxərə eləmək. Ələ salmaq. Alay etmək, yəni məsxərə etmək, ələ satmaq, oynatmaq. Deyir ki, yəni sümürgə əhalisini allatmacılarla sizin diliniz, 2 saat sizin diliniz oxunacaq. Bu allatmacıdır. Neynərlər? Alay edərlər. Bunları məsxər edərlər. 2 saat dərs türk oxuyacaqsınız, bizi məsxər edərlər. İndi neç ildir? 16 ildir. Yox, 22 ildir. 22 ildir falan bu 2 saatla bizi alladıblar və biz də sevinirik, bu allatmağı sevirik. Çünki tamahkarı yalancı da olar. Bizim tamahımız var və tamahı üçün özümüz işləmirik. Tamahımız var ki, biri versin bizə. Yalancı da tamahkarı alladar. Biz də çox gözəl allanırıq. Alay edərək gözü açılmış bir şəkildə geri dönərlər. Deyir ki, gözü açılar, bura gəldi, gözü açılmış şəkildə geri dönər, öz vətəninə dönər. İnsanın tüm kapasitesini kullanmadan başarılı olmanın çox kolay olduğu uyduruk oyunlara katılanmayan doğumlular. Deyir ki, insanın tüm kapasite zərfiyyət ərəbcədir. Kapasite özü də latincədir. Zərfiyyət ərəbcədir, kapasite də latincədir. Tutarı, çıxarı. Türkçəsi tutar, çıxar. Deyir ki, insanın çıxarı qədər kullanılmadan, amma bu çıxarı qədər bundan istifadə eləmədi. Məsələn, zehnimizin bir çıxarı var, ondan istifadə eləmirik, kullanmırıq. Kullanma türkçədir, istifadə ki, ərəbcədə onun yerinə gəlir. Başarılı, pəs bizim zərfiyyətimizi işlətmədən bir başarı, müvəffəqiyyət əldə eləsək, onun yəni başarılı olmanın çox kolay yolu var. Çox rahat bir yolu var başarılı olmağa. Özə zərfiyyətinizdən istifadə eləməyəsiniz. Nədir? Uydurmaq. Məsnui halətdə bunu göstərsiniz ki, siz məsələn çıxarınız var, olasınız müdir, qol, ustad, danışqah, müəllim filan. İdarədə işləyəsiniz. Ustandar olasınız. Deyir ki, çox kolay olduğu, yəni uydurmağı da çox kolay oldu uydurmaq oyunlarla.
oyunlarla bunu, pişik bəzəməklə bunu belə göstərirlər də. Bunu əvvəldə də dedi. Katılmayan, deyir ki, bunlara amma katılmayanlar da vardı. Orada doğumlular. Burada doğulublar. Bir də burada adamlar var ki, burada doğulublar. Bunlar pişik bəzəməklərlə, zərfiyyətləri yoxdur, amma orada pişik bəzəməklə bir şey olurlar, bir çarə olurlar. 2 sətrimiz qaldı. Bunu oxuyaq bugünkü səhvəmiz qurtulsun, taza səhvəmiz qalsın, sabahdan oxuyarıq. Bir jüri başqanı. Jüri başqanı dostlar bizdə yoxdur, İranda yoxdur. Kanadada jüri olmaq haqdır. Jüri üyəsi, indi deyəcəyəm nədir? Haqdır. Qanun geçiblər. Heç kəs bu haqqı özündən səlb eləyə bilməz. Heç kəs deyəməz ki, mən jüri istəmirəm ola. Mücazatı var, zindanı var. Sən bu haqqı öz əlindən verənməzsən. Sənə bir haqq tanıyıblar. Nədir? Ağa, sənin savadına baxmayacaq. Sənin nə qədər şeydən ona baxmayacaq. Sadəcə sən ingilisi başarırsan, gələcəksən məhkəmədə filan dadgahda bir nəfər adam öldürüb, ya bir nəfəri vurubdu, ya bir cinayət iş görübdü hər halda. Bunu mühakimə edirik. Sən orada dinməyəcəksən, oturacaqsan, bundan sual soruşacaqlar, sən də qulaq asacaqsan. Sonunda sənə deyəcəklər ki, kolli bu mühakimədən sən bu adamı müqəssir bilirsən ya yox. Sən öz yerivə, kiləs, təbəqəvə, savadına, təcrübəvə, işivə, gücüvə görə salacaqsan, çıxacaqsan, deyəcəksən ki, yox bu günahkar deyil ya günahkar, suçludur ya suçlu deyil. Diqqət, bu bir dənə haqdır verilibdir Kanadada, Amerikada. Məsələn, mənə buradan 4 dəfə buna kağız gəlib ki, sən gələcəksən dadgah filan dadgaha və şey deyirsən, əgər gəlmirsən, denən niyə gəlmirsən? Mən də yazmışam, mənim ingilisim o qədər zəifdir ki, bu adam bir dənə zərbülməsəl işləsə, mən onu anlamaram. Bir şey ki, işlədir ki, onu mən eşitməmişəm, yaşamamışam, onun təcrübəm yoxdur, onu anlamaram. Onun üçün mən gəlsəm ora sadəcə insanları bilmədiyim üzərə qəzavət edirəm. Dadgah da bunu mənə buradan 4 dəfə gəlibdir. Onu qəbul edib dadgah buradan. Amma mümkündür bir gün deyək ki, yox, sən gələcəksən burada oturarsan, sən bir dənə İranlı mühakimə edəcək ki, burada sən onu fars danışacaqdır ya türk danışacaqdır, sən onu qulaq as, bizə deyəcəksən ki, indi bu dostlar, diqqət buyurun, bu jüri bir heyətdir, məsələn 10 nəfər, 15 nəfər. O mühakimə ki, çətin bir mühakimədir, bir adam öldürüb ya bir şey, ya bir cinayət eləyibdir, orada arvadını öldürüb, məsələn bir dənə burada bir kişi var idi, qız ilə qızları ilə arvadının başını kəsmişdi. Məsələn, bunun mümkün mühakiməsi 1 il sürə. O 1 il zamanı dadgah sizi çağırır əvvəldən, gəl bura gedirsən, səni ruznaməyə oxuya bilməyəcəksən, kitab oxuya bilməyəcəksən, xəbərə baxmayacaqsan, adamlarla da görüşməyəcəksən. Sənin görüşdüyün adam fəqət jürilər olacaqdır. Səni qoyacaq hotelə, qapını bağlayacaq. Gəlib oradan qapını açacaq. Çünki sənin zehni və ayrı adamlar gəlib təsir qoymasınlar, səni almasınlar. O mühakimə qutunun sənə bir pul verməyəcəklər. Diqqət buyurdunuz, burada citizen olmaq bir demokrasi, bir həzinələr götürür dostlar. Həzinəni verməsən demokrat ola bilməsən. Burada rəy verməsən səni dadgaha da tikə bilərlər. Niyə rəy vermirsən? Bu sənin haqqındır, rəy verəsən. O zaman ki sən haqq vermirsən, onlar ki rəy verirlər, sənin tərəfindən bir iddia adamı iş üstə gətirirlər. Ki eləyə bilər camiəni dalıya aparar. Sən rəy versəydin mümkündür onlar gəlməyidilər. O adam iş üstə gəlməyidi. Diqqət buyurursunuz, bu qədər ciddidir, demokratik bir məsələ. Biz demokrasini bilmirik nədir. Bilmədiyimiz üçün də danışırıq da. Demokrasidə insanların siz deyə bilməzsiniz ki, sən niyə oğlanbazsan, sən niyə erkək ilə evləndi, dişi ilə evləndi, sənə nə deyər? Sənin özünün üstündə təsmin tuta bilərsən. Mən istəyirəm dişi ilə evlənəm, xanımla evlənəm. O da istəyir erkək ilə evlənəm, sənə nə? O xanım istəyir dişi ilə evlənəm ya erkək ilə, yenə sənə nə? İstəyir ki, ərə getsin ya getməsin, yenə sənə nə? İstəyir ki, azad yaşasın, həftədə bir dostu olsun, yox, istəyir ki, bir nəfərlə ömür boyu yoldaş olsun, heç evlənməsin. İstəyir uşağı olsun, istəyir olmasın. Diqqət buyursun, demokrasi çox geniş bir şeydir. Biz demokrasidən fəqət deyirik, dövlət. Dövlət qurmaq demokrasinin bir tikəsidir. Dövlətdən gücü almaq da bir tikəsidir.
Dövləti juri ilə kontrol eləmək də bir tikəsidir. Hizblərlə kontrol eləmək bir tikəsidir. Yoxsa demokrasi bu cür deyil. Hər halda deyir ki, bu adam bir juri başkanı, o dedim də onların bir başkanı var. O başkanı nə deyibdi? Görün nə deyib. Diqqət buyurun. Burada istəyir ki, juri başkanı ki, normalda gərək insanları düşünə, kültürü düşünə. Onu görün nə deyibdi? Deyib ki, başarılı sümürcə insanı aynı kategoridəki Avropalılardan genellikle üstündür. Deyir ki, Avropada insanlar var da yaşırlar. Avropada neçə milyon, neçə 100 milyon insan yaşır. Bunlar genellikle, ümumiyyətlə bir insanlar da Avropalıdırlar adları. Deyir ki, amma bir başarılı sümürcə insanı, yəni məsələn bir türk deyək beləsi. Başarılı, müvəffəq bir başarılı, indi nə cür müvəffəq? Orası bəlli İrana aya bağlıdır, o müvəffəq olur, yoxsa türkçülükdə müvəffəq olur. Burası məsələdir. Başarılı sümürcə insanı aynı kategoridəki, aynı təbəqəbəndi, kateqori təbəqəbəndi. Latincə sözdür, təbəqəbəndi də farsçasıdır. Aynı, türkçədə nədir? Sax buna gələr. Bilmirəm, türkçəsində bunun təbəqənin türkçəsi sınıf. Aynı sınıfta Avrupalılardan genellikle üstündür. Genellikle deyir ki, ümumiyyətlə bu adam Avrupalılardan belə üstündür. Sümürcə insanı. Amma başarılı olsa. Məsələn, Nelson Mandela bir sümürcə insanıdır. Deyir ki, bu genellikle müvəffəqdir özü də, dövlətli qrupdur. Deyir ki, ondan üstündür. Baxın, demokrasinin və siyasətin əsli işi dövlət qurmaqdır. İnsanların da əsli hüququ ki, o birisi hüquqların hamısı bağlıdır ona, dövlət haqqıdır, dövlətçilik haqqıdır, dövlət qurmaq haqqıdır. Deyir ki, o juri bu sözü dedi. Dedi ki, başarılı sümürcə insanı aynı kategoridəki, eyni işdə, eyni sınıfda olan, yəni eyni kategori, yəni sınıf Avropalılardan genellikle üstündür diye itiraf ettiği acı. Ne diyor? Acı dedi ki, bunu hak ettiklerinden emin olabilirsiniz. Diyor ki, bunu hak eləyiblər özlerine. Siz bundan emin olabilirsiniz. Buna emin olmaq. Mütməin olabilirsiniz ki, bu Avropalılarla bir olmağı emin. Yəni əslində deyir ki, Avropalılardan aşağıdır. Fəqət müvəffəq olanlar oradan üstədir, Avropalılardan üstədir. Çünki bir ağır şəraitdə müvəffəq olur. Avropalılar aynı şəraitdə deyirlər. Amma bu sümürcədə müvəffəq olduğu üçün Avropalılardan öz kilasında üstündür. Yəni qalan insanlar Avropalılardan aşağıdır. İstədiyi üçün burası acıdır. Hər halda dostlar, burada qutardıq. 64-cü səhifənin ortasında bugünkü dərsimizi də qutaraq və sabahdan vasatlıq, ortalıq, orta qalmaq, rəiyyət olmaq, orta kilas. İranda deyirlər nə mənə? Təbəqiyyə mütəvəssit. Buracan əslində 3 təbəqədən danışdıq. Buracan sümürcəçi, istemargər, sümürcələşdirilən müstəmirə, köçmən, mühacir. Bunlardan əslində danışdıq. İndi bəllidir. Onlar ki köçməndirlər və onlar ki sümürcəçidirlər, bunlar üst təbəqədirlər. Onlar ki məhkumdular sümürcəçiliğə, müstəmirədirlər, bunlar da aşağı təbəqədirlər. İndi bir dənə orta təbəqədən danışacaq bizə. Bu orta sınıf da, türkçəsi sınıf. Orta sınıf nədir? Bunu görürük. Sınıfı da fikrim ərəbcə sözdür dostlar. Ərəbcədən girib türkçəyə. Hər halda mən bunun ortanın fikrim elə orta təbəqə desək yaxşıdır. Burada vasatlıq deyibdir. Hər halda dostlar, sabahları buradan başlayaq görək ki, nə deyir. Sağ olun, sağ qalın. Görüşmək üzrə.